Üçüncü bab. Qerindaşlar, mən arаңlады болған çığımda, sizlərə müqəddəs ruhun yetəkçilikdə yaşavatqanlığı təlim bəgəndək, təlim berəlmidim. Əksicə, sizlərə günahının ilkide yaşavatqanlığa, yoki etiqad cəhətdə xuddi boğaqlığı oxşaş adamlarga sözləyəndək, sözləşkə məcbur boldum. Mən sizlərə bəgən təlim, çoğlarının ozğu əməz, bəlki o, xuddi boğaqlar içidiğən sütkə oxşaydı. Bunda qilishimdiki səbəb, sizlər yirik yeməkdini yeyəlmətdinlar. Hazır mı? Yeyəlməyvatsizlər. Çünki sizlər texçi günahının ilkide yaşavatsizlər. Arаңlardaki həsədxorluq və gecəl macralarının boluşu bunu ispatlamamdı. Bu, yəni sizlərin İsa Məsihə mənsub olmayan kişilərdək yaşavatqınlarını körsətməmdi. Birinla, mən Pavlus tərəfdarı, yəni birinla, mən Apollos tərəfdarı desənglar, İsa Məsihə etiqad qılmayan kişilərdən nemi fərqinlar bolsun? Apollos, yoki mənki Pavlus, sənin bölüşünləği səbəb boğudək, mühim kişilərdən əməsmiz. Biz fəqət Xuda yolda sizlərni Rəbbimizə etiqad qilishqa başlaydigan xizmətkarlarımız. Rəbbimiz hər birimizə birdən vəzifə bəgən. Mən sizlərə xuş xəbər yetküzüş bilən etiqad uruğunu teridim. Apollos sizlərə təlim beriş orqılıq onu suğadı. Biroq qəlbinlardakı uruğunu östürgüçi yanıla Xudadır. Demək, mühimi teriguçi yoki suğaguçi emas, bəlkə onu östürgüçi Xudadır. Çünki fəqət Xudala sizlərni etiqad cəhətdə pişib yetildirələydi. Teriguç bilən suğaguçinin işi öz ara maslaşqan bulub, ikisinin məqsidi birdir və hər ikisi qılan əcirgə yarışa Xudanın inamıға erişidi. Biz ikimiz Xuda üçün işləydiğən xizmətdaşlar. Sizlər bolsanglar, goya biz işləvatqan, Xudağa mənsub bolğan etizgə oxşaysızlar. Şundaqla, sizlər, yəni biz arqılıq silinivatqan Xudanın imarətigə oxşaysızlar. Mən Xuda mənə ata qılğan mehr şəfqət bilən bu xuş xəbərini yetküzüş orqılıq bu imarətinin ulunu xuddi bir usta quruluşçidək qoydım. Başqalar sizlərə təlim beriş orqılıq bu ulunun üstüge imarət selivatıdı. Biroq hər kim bu imarətinin toğru selinişiga diqqət qilsin. Çünki heç kim quyulub bolğan uldun, yəni İsa Məsih toğrusuki xuş xəbərdən başqa heç qandaq ul qoyalmaydı. Bir kişi toğru təlim bəsə, o, xuddi ul üstüge altın, kümüş yoki başqa çidamlıq və qimmatli taşlarını qoyğandək iş qılğan boludu. Lekin bir kişi namuvafıq təlim bəsə, o, xuddi ul üstüge yağaç, saman yoki qomuşdan ibarət asan köyüp ketiğen nərslərini qoyğandək iş qılğan boludu. Qiyamət günü hər kimnin sündürgən əcrinin qandaqlığı başqarı boludu. O günü həmmə adamın sündürgən əcrinin qimmeti otda sinilidu. Əgər bir kişinin ul üstüge qoyğan materialları otqa bərdaşlıq berəlisə, o kişi Xudadan inam alıdı. Qoyğan materialları köyüp ketsə, o inamdan məhrum boludu. Halbuki o İsa Məsihə mənsub bolğanlığı üçün qutquzuldu. Lekin o xuddi ot içidən qutulub çıxan adamga oxşaydı. Acaba sizlər özünlərinin Xudanın ibadatxanası ekanliginglarni
ve Xudoning ro'yining sizlarning oranglarda bo'lganligini bilmamsizlar? Agar bir kishi Xudoning ibodatxonasini xarob qilsa, Xudomu uni xarob qiladi. Chunki Xudoning ibodatxonasi Xudoga beg'ishlangandir. Sizlar hammanglar, ya'ni Xudoga mansub bo'lgan e'tiqodchilar jamoatchiligi dal Xudoning ibodatxonasi. Sizlar o'zinglarni boshqalarni dono chog'lab, o'zinglarni aldimanglar. Agar oranglardan birarsi Xudoni tonimaydiganlarning ko'z qarashi bo'yicha o'zini dono deb hisoblasa, undaqda u bu donolig'idan voz kechsin. Bundaq bo'lganda u garchi Xudoni tonimaydiganlarning nazarida nodon deb qaralsimi, lekin Xudoning nazarida dono hisoblanadi. Chunki Xudoni tonimaydiganlar nemini donolik deb hisoblasa, Xudoning nazarida bu xil donolik aqlsizlikdir. Muqaddas yozmalarda bundaq donolar to'g'risida Xudo o'zlarini dono deb sanaydiganlarni o'zlarining hiyli mikrlari bilan o'zlarining qopqiniga dastidu deb yozilgan. Muqaddas yozmalarning yana bir yerida Xudo donishmandlarning o'y fikrining behuda xiyol ekanligini biladi deb yozilgan. Shuning uchun hech kim men bu kishi yoki u kishining tarafdori deb maqtanmasin. Chunki mayli Pavlus, Apollos yoki Petruslar bo'lsin, ularning hammasi Xudo tarafidan avatilgan. Sizlar uchun ishlayotgan kishilardir. Hatto bu dunyo, hayot mamotliq, hozir yoki kelgusi bo'lsin, hammasi sizlarga mansubdir. Sizlar bo'lsanglar, Ayso Masihga, Ayso Masih bo'lsa, Xudoga mansubdir.